Herkese salam. Bu günlərim elektron kitabxana haqqında, elektron kataloq haqqında qısa izahlar verəcəm. Ümidvaram ki, hər kəs üçün, məni izləyənlər üçün yararlı olacaq bir mövzu olacaq. Düzdür, qısa formada izah verəcəm və bu mövzuda, bu ətrafda da məktəb kitabxanalarının imtahanı zamanı, yəni müsabiqə mərhələsində testlər salına bilər. Ümumiyyətlə, elektron kitabxana nədir? Elektron kataloq yaradılması zamanı əsas nələr nəzərə alınmalıdır və s. Bu mövzu ətrafında qısa formada məlumatlar verəcəyim. Hal-hazırda bilirsiniz ki, kitabxanaların çoxu avtomatlaşdırılıb və avtomatlaşdırılma prosesi də davam eləyir. Ümumiyyətlə, informasiya demək olar ki, bütün sahələrə inteqrasiya olunub və bunlardan biri də kitabxana sahəsidir. Lap əvvəllər, belə deyək də, kitab olaraq ABŞ-da kitabxanaların avtomatlaşdırılmasına başlanılıb və sonra da digər ölkələrdə də artıq bu proseslər davam etdirilib və davam etdirilir. Deməli, ümumiyyətlə elektron kitabxana deyəndə biz nə başa düşürük? Uzaq məsafədən xidmət göstərən kitabxana başa düşürük. Yaradılmasında verilənlərin informasiyanın toplanması, icmalı, ötürülməsi üçün informasiya telekommunikasiya texnologiyalarından istifadə edilən kitabxana başa düşürük və eyni zamanda çap, audiovizual, elektron materialların saxlanması üçün nəzərdə tutulmuşdur elektron kitabxana. Elektron kitabxananın infrastrukturu, məlumatın ötürülməsi üçün internetə müraciət imkanına malikdir. Yəni artıq biz kitabxanaların avtomatlaşdırılması, elektron kitabxanaların yaradılmasında kitabxanaya getmədən də bizim informasiyamızı ödəyəcək sənədlərin kitabxanada olub-olmaması haqqında məlumat əldə edə bilərik və yaxud da ki, elektron kataloqundan istifadə edərək, hətta əgər PDF yerləşdirilibsə bazaya, oradan onlayn şəklində belə oxuya bilərik, yəni onlayn formada oxuya bilərik. Yəni bu avtomatlaşdırma prosesinin həyata keçirilməsi artıq elektron kitabxanaların yaradılması anlamına gəlir. Elektron kataloq nədir bəs? Real vaxt rejimində işləyən və oxucuların sərəncamına verilmiş maşınla oxunan kitabxana kataloqudur. Ümumiyyətlə, ənənəvi kataloq haqqında demək olar ki, hər kəsin məlumatı var, istər kitabxanaçılıq sahəsində oxuyan tələbələr, istərsə də kitabxanada işləyən işçilər. Katalog karteka haqqında səhv bilmirəmsə mən videoya məlumat yerləşdirmişdim. Ənənəvi təbii ki, katalog kartekalar haqqında danışmışdıq. Artıq ənənəvi formada olan katalog və kartekaların bir də müəyyən bir proseslər nəticəsində, müəyyən bir proqramların, dil təminatının, proqram təminatının artıq işlənməsi nəticəsində elektron kataloq yaradılır. Ümumiyyətlə, qeyd etdiyim kimi, elektron kataloqun yaradılmasında əsas bir dil təminatıdır, bir proqram təminatıdır. Yəni, akslər var ki, akslər avtomatlaşdırılmış kitabxana informasiya sistemi deməkdir. Yəni, bu akslər olmalıdır ki, artıq bir elektron kataloq yaradılsın. Təbii ki, kitabxananın saytı yaradılır və orada da artıq elektron kataloqa biz daxil olaraq onlayn formada istədiyimiz kitabı oxuya bilirik. Akslər nə deməkdir? Hansı akslər var? Ümumiyyətlə, Azərbaycanda istifadə olunan akslər, yəni avtomatlaşdırılmış kitabxana informasiya sistemləri, misal olaraq biz İrbizi, Axundov kitabxanasının işlədiyi Virtua proqramını və yaxud da ki, Follet, Millennium, Ruslan kimi kitabxana proqramlarını və eyni zamanda Azərbaycanın öz məhsulu olan Alisanı və hal-hazırda bir çox kitabxanalarda işlənən, MKS-lərdə işlədilən Kaho proqramını misal göstərə bilərik. Bu proqram təminatı oldu elektron kataloqun yaradılması prosesində. Bir də var dil təminatı. Dil təminatına isə artıq təsdiqat cədvəlləri aid olacaq. Yəni ODT, KBT bunlar haqqında da danışmışdıq ki, təbii ki, ənənəvi kataloqlarda da, təşkilində də və yaxud da ki, fondun sistemləşdirilməsində də həmin təsdiqat cədvəllərindən istifadə olunur, dil təminatından istifadə olunur. Bir də biz biblioqrafik təsvirlər haqqında danışmışdıq, yəni elektron kataloqun yəni ümumiyyətlə kitabxanaların avtomatlaşdırılması üçün, bir elektron kitabxananın yaradılması üçün, elektron kataloqun tam vəziyyətə salınması üçün təbii ki, proqramlarla yanaşı, akslərlə yanaşı formatlardan da istifadə olunur. Formatlar isə hər ölkənin milli formatı, həm də beynəlxalq format var. Ümumiyyətlə, format nədir? Format artıq biblioqrafik yazının, biblioqrafik təsvirin kodlaşdırılmış hissəsidir. Necə ki, biz ənənəvi kataloqda kartikaların üzərinə sənədin biblioqrafik məlumatını, yəni biblioqrafik təsvirini qeyd ediriksə, biz elektron kataloq yaradanda da, çünki ənənəvi kataloqda, kataloq içərisində kartiçka olur, düzdürmü? Elektron kataloqda da olmalıdır, amma artıq bu kartiçka formasında yox.
yox. Biz axtarış parametrinə hansı açar sözü yazırıqsa, artıq bizim qarşımıza çıxan kitabın biblioqrafik təsviri bizim yəni ekranda əks olunacaq. Artıq kartikada yox, ekranda əks olunacaq. Və bu biblioqrafik təsvirlərdə artıq belə deyim də formatlar əsasında yazılacaq, kodlaşdırılacaq. Bu da həm milli formatlar əsasında, həm də beynəlxalq format əsasında həyata keçirilir. Ümumiyyətlə qeyd edim ki, ilk dəfə yaradılan format Mark formatı olub, ABŞ-da yaradılıb. Daha sonra isə Markın müxtəlif növləri yaradılıb. Mark 1 var, Mark 2 var, Mark 21 var və yaxud da ki, digər beynəlxalq milli formatlar daha doğrusu var. Məsələn, Azmark var, Canmark var, Rusmark var və s. Yəni bir sıra milli formatları var və bütün dünya üçün beynəlxalq format isə Unimark formatıdır. Yəni bir kitabxana elektron formaya keçirilməsi üçün təbii ki, həm texniki qurğuların alınması vacibdir, kompüterdir, və yaxud da ki, internetin olunmasıdır. Yəni bu kimi texniki avadanlıqların alınması və proqramların alınması, dil təminatı olsun, formatlar olsun, bunların hamısı əsasdır ki, bunların hamısı artıq işi bitirəndə elektron kataloq və elektron kitabxana tam hazır olmuş şəkildə olacaq. Bu qədər qısa formada təriflərini verdiyi elektron kataloqun yaradılmasının əsas məsələləri hansılar oldu? Bir də bir şey qeyd edeyim ki, elektron kitabxananın yaradılması müsbət cəhətə nə ola bilər? Müsbət cəhəti odur ki, artıq biz burada vaxta, məkana qənaət edirik, yəni vaxta qənaət edirik, məkan məsafəsini aradan qaldırırıq. Məsəl üçün, kitabxanalar saat neçəyə qədər işləyir? Normalda 6-ya qədər işləyir, düzdürmü? Biz saat 8-də, 9-da, ya saat 1-də biz kitabxanaya gedib bizə lazım olan informasiyanı axtara bilmərik, orada soruşa bilmərik. Amma artıq biz onlayn formada həmin kitabxananın saytına daxil olaraq və elektron kataloqundan istifadə edərək bizim informasiyamızı, yəni tələbatımızı ödəyəcək kitabın kitabxanada olması haqqında məlumat əldə edə bilərik və eyni zamanda hətta PDF-i yerləşdirilibsə, onlayn formada oxumaq mövcuddursa, onu onlayn formada oxuya bilərik. Baxın, burada həm vaxta biz qənaət elədik, yəni vaxt cəhətdən belə deyim də əngəl aradan qaldırıldı, həm də ki, artıq məkan, məsafəyə də belə deyim, məsafəni də aradan qaldıra bilərəm. Çünki kitabxanaya getmədən də, yenə bu proses kitabxanaya getmədən də baş verir. Sayta daxil olaraq mən öz informasiyamı əldə edə bilərəm. Yəni bu formada təbii ki, müsbət cəhətləri çoxdur. Mənfi cəhətdən ola bilər, virus düşə bilər kompüterə, hər şey silinə bilər və s. Bu kimi proseslər də artıq onun mənfi cəhətləri hesab olunur.